Hər vaxtınız xeyir dostlar. Həyat yoldaşımın ad günü vlogu ilə gəldim ikinci hissə ilə. Birinci hissəyə baxmamısınızsa kanalıma daxil olub baxa bilərsiniz. Qadınlar üçün çiçəkli böcəkli süfrə açıb, kişilər üçün də mansartda süfrə açdım. Burada da bacı qardaş oynayır, balaca əlləri ilə pəncərəni ləkələyirlər. Amma o gülüşləri üçün adam nəinki əziyyətini, hətta həyatını belə keçə bilər. Ləvəngini də qoydum bişməyə. Vinqretin rəngi isə çox iştah açandı, dadı isə mükəmməl. Və Sezar salatının polfabrikatlarını hazırlayıram. Pomidoru doğrayıb indir rəndədən keçirirəm. Bacım da baldızının qızı ilə köməkləşib krevetkanı təmizləyirlər Sezar üçün. Və qonaqların gəlməyinə az qalmış süfrəni dadlı təmlərlə doldururuq. Və mansartda da süfrəyə qəlyan altaları düzüb qonaqlarımızı gözləyirik isti yeməkləri vermək üçün. Bizim evin özəl kebabçı dostumuz əti duzlayır. Baldızın da qardaşının sevdiyi paşteti hazırlayıb gətirib. Bu isə bu səfər zakaz verir və qaynanamın oğlu üçün ürəkli hədiyyəsi. Və qonaqlarımız da axşama doğru yığılır və ad günü sahibkarı təbrik edirlər. Axşam daha da çox canlanır. İslaha qoyduğum düyünü də yollayıram işləməyə. O vaxta kimi də başımızı qatıb gülüb danışırıq. Qonaqlarımızın hər biri bizə yaxın və ailəvi dostlarımızdır. O qədər yaxındır ki, başını belə çıxırıq. Hətta yemək də bişiririk. Samir dostumuz özəl olaraq Mehdiyə, yəni həyat yoldaşıma özbək plovu bişirmək istədi. Əllərinə sağlıq, çox dadlı alındı. Mən də buluda çəkib apardım süfrəyə. Dolmanı da boşqablara doldurub oynaya-oynaya apardıq. Oğlum və bacım qızı telefona baxırlar. Qızımın da saçını xalası yığıb, lap Şrekin qızına oxşadı. Burada da Sezarın sosunu qatıram və çəkirəm qablara. Qaynanam da sosu çəkir boşqablara. Biz də aparırıq stola. Qonaqlarımız əyləşdilər və bismillah edib nuş etdilər. Bu uşaqları da çox sevdim. Axır ki biz də qonaqlarımıza qoşula bildik və oturub yeyib güldük. Qarşıdan 8 mart gəlirdi. Biz də özümüzü təbrik edib bir-birimizə gül verdik. İkinci balçın da axır ki gəlib çıxdı. Kebabımız da bişdi, apardıq süfrəyə. Qonaqlardan biri yoldaşım üçün çox kreativ hədiyyə etdi. Buna baxanda kapitan Jack Varabi yadıma düşür. Səhv etmirəmsə Rom üçündür. Və gözəl söhbətlərlə məclisimiz davam edir. Bu gözəl balaca xanım da qonağımızdır. Mənim də qonaqlarla söhbət edir. Qızım da hər iki əlinə şokolad yığıb heyranlıq edir. Qonaqlıqda da olmazsa olmaz şəkil çəkmək və ikinci partiya kebab gəldi. Bu da Maviş Xədicə xanım, bacımın qızıdır. Və yeyib içməkdən sonra ən maraqlısı əyləncədir. Xanımları çağırdım mansarda və yoldaşımın ad gününə hədiyyə hazırlamışam. Amma bunu təntənəli etmək istədim. Əvvəlcə gözünü bağlayıb və açanda hədiyyəmi təqdim etdim. Kuklanı. Amma nəsə deyəsən balaca oldu. Eybi yox, böyüyələr dedim mən. Və indi də deyəsən çox böyük oldu. Ən yaxşısı mən hələ ki susum, siz də izləyin.